Düzdür, bu bir xəstəlikdir əslində. Bir psixoloji xəstəlikdir, negativlik. Həyatından insan məmnun deyil. Heç neydən məmnun deyil. Var, praktikada belə insanlar var. Çalışaq, bacarırıqsa bu insanları, belə deyək, düz yola getiririk. İnsanları pozitiv formaya getirib çıxara bilək. Amma görürsən ki, yox, bu artıq mümkün deyil. Bu tip insanlar həyatımızda mütləq çıxarmaq lazımdır. Ən böyük xəstəlikdir bu. Ən böyük bəladır bu. Yəni, adam, mən bunlara duyğu vampirləri deyirəm. Hər zaman çalışır ki, insanlara neyləsin? Ancaq demotive eləsin. O, bəzən görürsə, həyatımızda, ətrafda da olur bəzəli insanlar. Kənarda hər kəsən öz keyfindədir. Amma insanın başını görməyi, gəlir insanın yanında bir yerdə oturmanın ancaq negativ nə qədər problemlər var, onları şeylir. Yenə sizdən ayrılır, yenə başqa cürdür. Konkret insan vampir kimidir də, insan duyğu sömürür. Və həmin insanlar həqiqətən bir yerin inkişafında, məsələn, ən yaxın insanın olsun, adam deyirsən ki, mən bunu eləmək istəyirəm, ancaq yox, olmaz, o mümkün deyil, bacaran deyilsən. Nə deyir o? Fikir verirsə, belə insanlar görürsə, görürsün nə qədər ziyan verir. Yəni, bu kimi negativ hadisələrdən, negativ insanlardan maksimum şəkildə uzaq olaq.